Kişinin sözü bir olarsa niyə atalar üçdən deyil? Vallahi o vaxtın atalarına o qədər nifraf çıxartıblar ki, indi hansına tutasan, deyir bir əldə qarpız tutmaq olmaz, iki əldə. Bostanda bu boyda qarpızda iki əldə tutan oğlanlar görmüşük. Yəni indi atalardır da, onların da nifraf çıxartan vaxtımız olub da. Sizi o zarafatı həmişə eləyirik. Yəni öyle qalıbsa, yəni Qurban müəllim, siz hələ onu tapdınız, kəşf elədiniz, çıxartdınız ortaya. Mən onun cavabını bilmirəm. Prosta ki, biraz fikirləşsəm, bəlkə də taparam. Özüm belə danışsam ki, o vaxt geçsin, sən də deyəsən ki, çox sağ olun, falan belə. Cavabını bilmirəm. Hangi kim olmalı səhv haqqı? Kişinin sözü bir olursa, atalar homoseksual ola bilərlər. Düz deyir. Atalar kişi dördə bəlkə ona görədir. Ama atalardan soruş. Sizcə? Atalarımız sərtdir də. Fikirləşim, mən belə cavab vermə belə çətin olur. Kişinin sözü bir olarsa atalar üstəndir. Nə bilim. Yəqin ki, yəni ki, ata başqa cür deyir, kişi isə başqa cür deyir. Yəni başa düşürsə elə bir şey olsun. Ata kişi deyil. Ata kişi deyir, Siravnın yəni ki, orada söz başqalığı vardı, ona görə yəqin ki. Yəni nə məna daşıyır ümumiyyətlə, nə məna? Mənə daşıyır onu toçsun deyə bilmərəm. Həmişə məni də maraqlandıran bir sualdır. Ümumiyyətlə atalarımız bir-birimizə, yəqin ki ayrı-ayrı qəbilələr olur. Bir-birlərinə zidd sözlər deyiblər. Yəni daha mübahisə içində. Sonra da elə gəlib ataların da sözü çıxıb. Ayrı-ayrı qəbilələrin fikridir məncə. Bilmir. Yalan deyən. Kişinin sözü ailədə bir olar. Yəni ki, kişi nə deyirsə ailədə, deməli odur da, qayda odur. Atalar üçdən deyiblər, yəni ki, nə bunu başa düşmədim. Kişi, qadın, gender bərabərliyi var. Kişinin sözü bir olar, qadın da sözü bir olar. Başa düşdün? 1 olar, 3 olar, fərqi yox. 3 də olar, 5 də olar, 100 də olar, fərqi yoxdur. Kişinin sözü bir olar nədir? Atalar, yəni atalar bilsən necədir? Paradoksdur da, üst-üstə düşmür də, başa düşdün? Может как-то, чтобы свой авторитет подчеркнуть, я не знаю. O baxır indi hansı atalara da. Atalar var ki, sözün bir kəlbə deyir. Atalar da var ki, fuflodlar. Onlar başqadır da. Çünki kişinin sözü bir olar. Nasıl atalar üçdən deyil? Yəqin ki 3 dəfə yoxlamaq lazımdır. Atalar bu həm kişilərə aid eləyib, həm qadınlara aid eləyib. Amma kişilər də yəqin ki xanımları nəzərə almalıdırlar. O düz deyiblər də kişinin sözü gərək bir olar. Bir dənə sözün morunda danışdı, hər nə iş gördü. Gərək o olar. Da bir də ayrı cürə də səhmiyəsiz ayrı yerə. Bəs amma atalar üçdən də deyib. Bəs bunu necə başa düşür? Atalar nə deyiblər? Üçdən deyib atalar. O necə başa düşür? Onu bilmirəm. Onlar başqa-başqa kateqoriyalarda olan sözlərdir. Kişinin sözü bir olar, bu sözü bütövlüyü ifadə edir. Atalar üçdən deyib, bu hər hansı bir hadisəyə, işə, cəhdlə bağlıdır. Məsələn, deyək ki, ordu hücum edir, hansısa bir təpiyi almağa, birinci cəhddən ala bilməyib. Bu biraz atalar sözü kimi deyil, atalar üçdən deyib. Əslində bu bir deyimdir. Atalar sözü hüququnda deyil bu, amma çox yayğın olan harca insanlar elə atalar sözü kimi qəbul etdiyi kimi, çünki zaten orada ata sözü də keçir ki, atalar üçdən deyib. Birincidə alınmadı, ikincidə alınır, ikincidə alınmadı, üçüncüdə əslində bu insanlara motivasiya yaradan bir, yəni atamız deyib ki, birincidə alınmasa da geri çəkilmir, ikincidə alınmasa da, hətta mən sizə deyim ki, bu tarixdən gələn 40-cı dəfə cəhd etmək anlamı da var Əmir Teymurun timsalında. O mənada mən bunları bir-birinə qarşı olan sözlər kimi yox, bəlkə yeri gəlsə ilə bir-birini tamamlayan sözlər kimi qəbul edərdim.